Sakin benim həmişə elə obada. Sağ olun, sağ olun. Hoş gəlmişsiniz siz də, biz də. Neçə il həsrətindən sonra axır ki, doğma torpağımıza gəldik. İndi Allah qoysa bir dəfəlik ömür daimi gəlin burada yaşayın. Allah qoysa düzəlsin. Çox sağ olun. Ailemiz, obamız, cəmaatımız bura cəm olub, hələ gəlir, davam edir. Halimizin bura cəm olması. 32 ildən sonra Zakir müəllim dediyi doğma yerimizə, yurdumuza, kəndimizə, bu dağların boynuna qayıtmışıq. İnşallah əbədi olacaq, daim olacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı versin. Əskərlərimizə qüvvət versin. Ölkə prezidentinə can sağlığı. Amin, amin. Dövlətimiz, bayrağımız var olsun. Həmişə ucu olsun. Amin.
Allah kabul Güzel günler kısmet olsun. Həmişə belə güzel günlərə yürüşək. Allah şəhidlərimizə rəhmət eləsin. Onların hesabına baxın, biz yaşayırıq. Sağ ol, Allah şəhidlərimizə rəhmət eləsin, qadırlar. Şükür ki, bu günə kim cəmaat. Ramiz Xudiyev kəndimizin ilk şəhidlərindən biridir və vətən uğrunda döyüşə könüllü gələn, yəni Bakıda əmək fəaliyyətlə məşğul olurdu. Amma yerimizin, yurdumuzun, elimizin, ovamızın o çətin dar gündə Ramiz Cəbrailə qayıtdı, özün müdafiə batalyonlarında döyüşlərdə iştirak edərdi və gəç yaşlarında da əməliyyatı oldu. Allah həm Ramiz Xudiyevə, şəhidimizə, həm də cəm şəhidlərimizə rəhmət eləsin. Allah məkanları cənnət, ruhları şad olsun. Allah qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun. Allah Ali Baş Komandanımızı daima var eləsin ki, bax bugün qayıdıb bu nigaran ruhların ətrafına cəm olmuşuq. Bugün onların da ruhları şaddır. Çünki bir el oba olaraq biz kəndimizə, elimizə, obamıza qayıtmışıq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Dua eləyək, bir də müharibə olmasın, bir də işçimiz olmasın. Belə o ağrılı, itkili günlərimizi unudaq. Amin. Amin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake nestaîn. İhdina sıratal müstakîm. Sıratallezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâlin. Bismillahirrahmanirrahim. Kulhuvallahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ehad. Allah hamımızın niyetini hasıl eylesin. Amin. Günümüzde şükür. Amin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahirrahmanirrahim. Errahmanirrahim. Maliki yevmiddin. İyyake nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim velezzâlin. Bismillahirrahmanirrahim. Allahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ehad. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bayaq dediyim o 93 şəhidlərin biri də bu kişidir. Allah rəhmət eləsin. Allah birliğimizi korusun. Allah həmişə bir-birimizə mehriban eləsin. Amin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Savalan yiğit şəhidlərimizə Allah'a da rəhmət. Ruhu şad, məkanı cənnət olsun. Amin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyake nestaîn. İhdina sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim Bismillahirrahmanirrahim. Allahu ehad. Allahu samed. Lem yelid ve lem yulad ve lem yekul lahu kufuven ehad. Bu şəhidimizdə yarış. Bizim tək orduda vuruşan cavanlarımızla yanaşı, qocalarımız da vuruşurdu. Bu traktoristdir. İşini halal zəhmətini qazandığı anda qoyub yerə getdi, kəngərə yol açırdı. Döyüş meydanlarında ön cəbhədə silah çiyinə salaraq həm döyüşürdü, həm də yol açırdı. Allah rəhmət eləsin. Hamımızın təhlili ki, bizim belə bir yaşlı şəhidimiz var. Allah bunun balalarını saxlasın. İstəyənlərin hamısı. Orada təvəllüd də görsəniz, 30-cu ildən adam olub.
93-cü ildə şəhid oldu, 63 yaşında. 63 ən yaşlı şəhid. Yəni 63 yaşında o qeyrətlə, o namusla, o vətənə, torpağa bağlılığına o döyüşlərdə iştirak edib və döyüşlərdə iştirak eləmək o mənada ki, ən çətin mövqelərdə əlbəttə ki, o traktorla o işləri görürdü. Həmişə də ermənilər o böyük texnikaları hədəf götürürdülər. Vurma o Hasandır hadisələrin birində də kənardan vurma Hasandır. şəhid oldu. Allah rəhmət eləsin. Fillər. Mekanı cənnət olsun. Əzizlərimiz, doğmalarımız, bugün 5 ildən sonra hamımız gəlmişik gəlməyə, 1-1, 2-1, 3-1 gəlib getmişik. Amma bugün 4 may 2025-ci il tarixdə biz demək olar ki, bir el-oba olaraq gəlib elimizdə, obamızda, yurdumuzda cəm olmuşuq. Əlbəttə, bu yolda da bizə yol açanlar məhz bu şəhidlər, cəmi şəhidlərimizdir ki, bu yolda, bu torpaqlarımızın azad olunmasında canlarını fəda ediblər. Kəndimizin 10 hərbi şəhidi var, 6 mülki şəhidi var. Yəni, belə desək ki, ən çox şəhid verən kəndlərdən biridir. Bu kəndin qəhrəman oğulları həm döyüş meydanlarında şəhid olublar, həm də çox sayda qazilərimiz var, veteranlarımız var. Bugün bura cəm olmaqda da məqsədimiz ondan ibarətdir ki, şəhidlərimizin xatirəsini yad edək. Mən sizdən xahiş edirəm ki, bir dəqiqəlik sükutla burada uyuyan şəhidlərimizin, o cümlədən də bax bu qəbrəstanlıqlarımızda olan əzizlərimizin, doğmalarımızın, buradan uzaqda olan şəhidlərimiz də var. Cəmi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə, cəmi burada olanlara, olmayanlara, bax bir neçə yerdə dəfn olurlar. Allah hamısına, bütün şəhidlərə rəhmət eləsin, onların görünmürlə dolsun. Qazilərimizə can sağlığı versin, veteranlara, əskərlərimizə qüvvət versin. Sağ olun, xoş gəlmişsiniz. Qoy şəhid anası.
Bir kəlmə Hə, də. bircə kəlmə. Şəhid Tural, Turalın anası. Turalın anasıdır. Mən Daxili İşlər Nazirliyinin daxili qoşunlarının xüsusi təyinatçısı Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Bayramlı Turalın anasıyam. Mən üzr istəyirəm, mən burada ailə qurmamışam, yəni Beyləqanda ailə qurmuşam. Bugün mənim ilk gəlişimdir bura. Həm kədərliyəm, həm sevişliyəm ki, mən üzr istəyirəm, yoldaşımın kənd cəmaatı ilə, eli ilə, obası ilə tanış oldum. Bir tərəfdən də kədərliyəm ki, hər baxdıqca hiss edirəm ki, burada şəhidlərimizin qanı tökülür. Bir Turalın anası kimi fəxr edirəm, bütün şəhidlərimizlə fəxr edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid ailələrinə çoxlu səbir, dözüm versin. Bu məclisi də təşkil edənlərə Allah can sağlığı versin, ailəm adından, öz adından çoxlu təşəkkür edirik. Nə vaxtda, nə lazım olsa, Hidayət müəllim, Zakir müəllim, biz başımız, gözümüz üstərik. Sağ olun. Hər şeyə hazırıq. Var olun, sağ olun, başına deyil. Sağ olun, sağ olun. Kimin sözü var yoldaşlar? Kimin Şəhid sözü var? ailələrindən. Şəhid ailələri, elə ağsaqqallardan, Kimin sözü varsa buyursun. cavanlardan. Ha, bu da balaca balamız burada bir şehir diyecek. Hamı nəvədin elə danışır. Ha, biraz ileride. İlk öncə hər kəsi salamlayıram. Şəhidlərimizin qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərimizin anasına, atasına səbir versin. Şəhidlərimizin valideynlərinin əlindən öpürəm. Allah onlara səbir versin. İndi icazənizlə mənim bir şeirim var. Onu sizə təqdim edim. Qəlbimdə yanğı var, gözlərimdə yaş. Yoxluğun sındırır belimi ruhin. Sən demə həyatım səndən ibarət. Sənsizlik acıdır ruhin. Almısan cənnətin ən gözəl yerin. Cəhənnəm olubdur bu dünya sənsiz. Bir atanı vaxtsız qocaqdı. Aldın gəldin, apardın ruhin. Qəhrəman igidlər silahın aldı. Nərəsi düşmənin bağrını yardı. 44 gün sürdü, tarix yazıldı. Tarixə yazıldı, oldular şəhid. Gör neçə analar hər gün ağladı. Başını qapqara örtək bağladı. O şəhid oğlunun yasını saxladı. Heç sizi unudar analar şəhid. Haqq hesab günüdür dedi igidlər. Cənnət qabağında bizim şəhidlər. Silaha sarılıb vətən dedilər. Vətən uğrunda oldular şəhid. Mən sənin dilində deyirəm cəllad. Gəl sən də bu ana dilimə dəymə. Sənin də bağın var, gülün var, çəkil. Bağımda əşliyim, gülümə dəymə. Həsrətlə baxdım çəmənimə sənə. Gör bir nələr etdim vətənimə sən. Yan deyib od vurdum bədənimə sən. Altında ateş var, külümə dəymə. Mən ağa ağ dedim qaraya qara. Sən məni istədin çəkəsən dara. Yenicə sağalır vurduğun yara. Mənim bu yaralı könlümə dəymə. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan olsun, yaşasın Azərbaycan. Allah hər türlərini Muradın qardaşıyım, şəhidin qardaşıyım. Amma biz Murad deyil mənim qardaşım. Orada indi çıxanda, girəndə gördüyünüz plakat var. Orada mənim 10 qardaşım var. Onların hamısını mən eyni sevirəm, qəlbimdə yaşadım. Onların da yolun gözləyirəm. Allah onların hamısına rəhmət eləsin. O şəhidlərin, ailələrinin hamısına Allahdan səbir diləyirəm. Bir şeyi unutmayaq ki, Ben ona ayrıca xüsusi olarak demək istəyirəm və bizim orada xatirə lövhəmizdə 3 qazimizin şəkili var. Onlar da müharibədən sonra deməli belə deyək də dünyaların dəyişiblər, vəfat ediblər. Yaşar Hüseynovdur, Nəbi İsayevdir, Azər Əliyevdir. Allah onların da məkanlarını cənnət eləsin, ruhların şad eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, vəkillərimizə vəkillərimizə rəhmət olsunlar, torpaqlarımızı azad etsin. Şəhidlərimizin başımızın tacı. Kövrəlirəm ona görə ki, həmən günləri bir də yaşayır. Sevinirəm sizi görəm. Belə bizik,
belə mehribançılıq, bir-birinə hörmət, bir-birinə qiymət vermək, həmşarlıq. Baxmayın ki, yoruldum, körəldim. Demək olar ki, ən sevinçli günümdür. Biz öz uşaqlarımızın yanındayıq. Onları yad edirik. Bir yol, hamı bir. Bütün ürəklər eyni döyünür. Allah hamıya səbir versin. Allah hamımızı düz yolda saxlasın. Hamımız toparlıqcan gedəcəyik orada tədbirimizi davam edəcəyik. Tədbirimizin növbəti hissəsi çadırda olacaq. Qayıdırıq yoldaşlar, qayıdırıq hamımız mağara ora. Orada bax həlir yanının üstündə bizim 3 tonqalımız yanacaq inşallah. Yandıracağıq. Onu ilə, musiqi ilə məclisimizi başlayacağıq. Allah cəm şəhidlərimizin və bu məkanda uyuyan şəhidlərimizin bir daha ruhu şad eləsin. Bax burada əzizlərimizin, doğmalarımızın məzarları var. Allah onların da hər birinə rəhmət eləsin. Aziz elimiz, obamız, cemaatimiz. Her birimizi bu güzel mekanda, doğma yurdumuzda, doğma kendimizde hoş gördük. Her biriniz hoş geldiniz. Qədəmlərimiz uğurlu olsun, yolumuz açık olsun. Elimizde, obamızda bir qayda var idi. Ulularımız, babalarımız, Oğuzlar belə bir adətə sahib idilər. Bir tonqal qalanında eli obanı toya, müsata çağırardılar. 2 tonqal qalanında vətən təhlükədə olduğunu, yurt təhlükədə olduğunu Oğuz igidlərinə xəbər verərdilər. 3 tonqal qalanında eli, obanı birliyə, bütövliyə qurup yaratmağa səsləyirdilər. Qurup yaratmağa başlayırıq. 3 tonqalımız qalanacaq. Yanar tonqalımız əbədi olsun. Tonqalımız əbədi yanar olsun. Vətən sənin torpağının qudretine kurban olun. Ahmetinin çoğunun gayretine kurban olun. Kurban olun hakkın yolun. Bir sahipsiz şair dolu, tarih dolu, dünya dolu. Şöhretine kurban olun. Define var denizinde, her dağında, her düzünde, neyi yoktur yeryüzünde. Servetine kurban olun. Yaz arzulu, yaz dilekli, tut şörehli, tut şörehli, könlüm değer dağ rehli, milletine kurban olun. Kendimizin her tarafından görünen Əliyer yolunda 3 tonqalımız qalanır. Ocaqlarımız sönməsin, bulaqlarımız qurumasın, suyumuz əbədi akar olsun. Bu yerde boyata, var ola, yaşaya, uğrak, yarada. Çok güzel, çok
möhtəşəm görüntülərdir. Və bu bir daha göstərir ki, biz varıq. Biz bu yerə, bu yurda, bu doğma yurt yerlərimizə mütləq dönəcək. Allah Ali Baş Komandamızı korusun, var eylesin. Kuvvetli Azerbaycan ordusu da eşk olsun. Çok sağ ol vətən, əvət yolun var olsun. Bundan qabaq bizə xəyal olanlar, arzumuzda, istəyimizdə olanlar bugün gerçəkləşir. Elimizdə obamızı yurda səsləyirik. Torpağımıza, elimizə, obamıza səsləyirik. Tonlallarla qrup yaratmağa səsləyirik. Tabiətin şıltaqlığı da bir zamanı olmadı. Elimize otla yağış yağır, dur yağır. Əziz tədbir iştirakçıları, əziz həmkətlilər, əziz qonaqlar, hər birinizi bu fərqli bir av-havada, gözəl bir məkanda, bizə əziz doğma olan kəndimizdə xoş gördük. Hər birinizi salamlayırıq. Hər birinizə, elimizə, obamıza xoş gəlmişsiniz deyirik və arzuluyuruq ki, bu qədəmlərimiz əlbəttə uğurlu olsun və bizim burada nəsillərimiz əbədi yaşar olsun. İnşallah o cürdə olacaqdır. Kəndimizə qayıdırıq adlı bugün geniş tədbirimiz həyata keçirildi. Şəhidlərimizin xatirəsi yad edildi, məzarları ziyarət edildi və mən Kəndimizə qayıdırıq adlı el şənliyini, tədbirimizi açıq elan edirəm.
Əziz məclis iştirakçıları, əziz qonaqlarımız, bugün bura cəm olmaq əlbəttə ki, özünüz də bilirsiniz ki, müəyyən çətinliklərlə qarşılaşaraq, Allah əlbəttə kömək edənlərə can sağlığı versin, rəhbər heyətdən üzü, kənd sakinlərinə qədər demək olar ki, hər kəs bu işin həllində öz dəstəyini göstərdi. Yəni bir adamın, iki adamın görüləcəyi iş deyil. Bu elin, obanın birlikdə təşkil elədiyi bir məclisdir və mən burada hər bir kəsə, əziyyəti, zəhməti olan hər bir kəsə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Allah hər bir o, belə deyək də, pay qoyan, o payımızın üstünə pay yükləyən hər bir kəsə can sağlığı versin. Allah xoş günlər, gözəl günlər nəsib eləsin. Yəni burada Çox sağ ol Hidayət müəllim. Əlbəttə ki, bu tədbirin həyata keçməsində mühüm rolu oynayan şəxslərdən də birisiniz Hidayət müəllim. Çox sağ ol. Yəni bir neçə gün ərzində biz burada səfər elədik, burada gəzdik, baxdıq, yeri müəyyənləşdirdik. Yəni işlər çox oldu. Yəni bununla bağlı Hidayət müəllim, Ramin, Eldəniz, yəni bizimlə gələn yoldaşlar Məti, sonra Şıxəli, yəni hamı buradadır, Vətən, Əmrəddin müəllim, yəni hər bir kəsə minnətdarlığımı bildirirəm. Yəni bu işi təşkil eləmək lazımdır siftəsi. Yəni növbəti tədbirlərimiz də bu başqa səpkidə olacaq, əlbəttə ki, bu bir görüşüdür. Bir məsələni qeyd edeyim, ondan sonra başlayaq. Biz həmişə toyda, bayramda deyirdik ki, gün o gün olsun, öz torpağımızda yığışaq. Yığışmışıq. həmin gündür. Həmin gündə alqışlar, tədbirimizi davam edir. Əzizlərimiz, mən 2021-ci il fevralın 19-unda bura gəldim. Hələ müharibə təzə qutarmışdı. Zakir müəllim, yanımda adamlar vardı, amma onlar qonaqları da Azərtacından gəlmişdik. Yəni mən oradan düşdüm. Kövrək notlardı, əlbəttə ki, tək başına bu yolla, bu el yoluyla irəlilədim, gəldim. Təsəvvür eləmək mümkün deyil. İndi elə biləcimiz gözümüz biraz öyrəşibdir. Yəni o anları dilə gətirmək mümkün deyil. İstəyirdim ki, hamını haralayayım. İstəyirdim ki, böyürdə, başda olanları səsləyim. Amma səsimə səs verən kimidir ki? Heç kəs yoxdur. Amma bugün şükürlər olsun ki, biz hamımız buradayıq. Elə həmin anlarda ürəyimdən keçənləri qələmə aldım. Vətən candır, həm ürəkdir, gözəllikdə tayı təkdir, bütövləşir, mübarəkdir. Ucaldı baş, yenə şükür. Yetişsin o Tanrı dada, getməsin haqqı şımbada, soğuşacaq bu qanqada. Gözümdə yaş, yenə şükür. Dərdi verən verir ki çək, bu meydanda olmadım tək. Düşmən üstə hey işığı sək, gəldi qardaş, yenə şükür. Həsrətimiz çəkdi uzun, ərişli şey sükut buzun, ehmallıca alın tozun, o qaradaş, yenə şükür. Qırılıbdı qol budağı, suyu axmır, yox budağı. Aşacağıq biz bu dağı, Çınar çaşbaş, yenə şükür. Dərd ələmin çatıb sonu, dəyişirik libas donu, onu gedər qalar onu. Bilir yurttaş, yenə şükür. Hidayətəm, ötüb yaşım, hər an qolğa çəkib başım.
Ne yaxşı var torpaqdaşım, qurum bardaş. Yenə şükür, min şükür, milyon şükür. Bahar günlerden güzel kendimiz. Hülya yollarım ben babalarım. Hülya yollarım ben babalarım. Zimistan'dan yazan kendim. Ne güzel dileden şeydi kendimiz. Ne güzel dileden şeydi kendimiz. Əziz məclis iştirakçıları, əziz həmkəndlilər, əlbəttə ki, bugün buraya yığışarkən ilk ziyarət elədiyimiz, yad elədiyimiz əlbəttə müqəddəs şəhidlərimiz oldu. Bir daha dönə-dönə, əlbəttə hər an, hər məqamda şəhidlərimizin xatirəsini əziz tuturuq. Onların ruhları qarşısında baş əyirik, əzizlərinə, yaxınlarına səbir diləyirik və biz bu məqama, bu ana gəlib çatmağımızın əlbəttə ki, birinci səbəbkarı, birinci o əziyyəti, zəhməti daşıyanlar əlbəttə bizim şəhidlərimizdir. Mən istərdim ki, elə məclisimizdə şəhid ailələrinin nümayəndələri iştirak edir. Hamısı bura cəm olsun, həm video kameradan yaddaşına yazılsın, həm də hər bir neçə kəlmə ürək sözlərini desin, sonra bir musiqi səslənsin və məclisimiz davam eləsin. Buyurun, şəhid ailələrinin nümayəndələrini dəvət edirəm bura. Yenə qeyd eləmək istəyirəm ki, şəhidlər bizim başdır. Şəhidlərimizə minnəttarıq. Onların əzizlərinə minnəttarıq. Və bu gözəl günü bizə onlar bəxş ediblər. Öz qanları və canları ilə. Bir daha məkanları cənnət, ruhları şad olsun deyib və istərdik ki, elə şəhid ailələrinin üzvləri də burada bir neçə kəlmə. Kimdən başlayaq? Ümmət ay səndən. Hüsam Bəşir. Buyur. Çox sağ olun ki, mənə söz verdiniz. Mənim çoxdandır arzum kəndimizə qayıtmağa. İndiyə qədər gəlmişəm, ziyarət eləmişəm şəhidlərimizin hamısını. Allah rəhmət eləsin şəhidlərimizə. Dövlət başçısı Cənab İlham Əliyevə Allah kömək olsun. Allah ömrünü uzun eləsin.
bizim üstümüzden her şey olmasın. Ben ne diyelim? Qaydak, Allah eləsin. Qabaqda yazılan, biz kendimize qaydırıq söhbətini həmişə yadımda qalacaq, özdə Allah qoysa qaydacağıq. Çox sağ olun. İnşallah. Yaxın dur. Qoy tutar. Tutarsan deyim. Yox, əlimə bir. Yaxın. Deyim, yaxın. Yəni tərixdim. Yaxın tut. Çox sağ olun. Bu mikrofonu benim elime verdiğiniz için çok sağ olun, minnettarım size. Hamınızda uzun ömürler şadlığıyla yaşamak zadını ben arzu ediyorum, özüm size niyet edip derim. Allah Teala bizim üstümüzden eksik eləməsin sizi. Bize her vakti yada salıp bizim valla senin kanını yerden götürdüler. Senin de yüreğin şad olsun. Günü günden şad yaşa. Şad yaşa. Sağ olun. Sağ olun. Tanışmayalım bile. Detmelim çok sağ olun. Allah razı olsun. Bu tedbiri kim teşkil edip Allah razı olsun. Çok sağ olun. Elimiz ovamıza, elinde obasında salamlayıram. Allah köməyiniz olsun. Allah bu birliği bizim elimizden almasın. Allah bütün şehitlerimize rahmet eylesin. Yerleri cennetli olsun. Allah onlara xatir bize rəhm eylesin. Çok sağ olun. Sağ olun. Ben de ilk növbədə size minnettarım ki bu imkanı verirsiniz. Ben de ürək sözlerimi deyim bir şəhid qardaş kimi. Allah bir ilk növbədə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün ziyarət elədiklərimiz də, eləmədiklərimiz də qəlbimizdə həmişə yaşayacaq. Hamısına Allah rəhmət etsin. Bundan bura yığışmaqda, bu tədbiri təşkil eləməkdə hər bir əziyyəti olan hər bir şəxsə minnətdarlığımı bildirirəm. Eyni zamanda bu məclisi gözəlləşdirən sizlərsiniz, siz gəlib iştirak eləmişsiniz, bizim yanımızdasınız, bizim arxamızdasınız. Demək gələcəkdə də nələr eləyə bilərik, hər şey eləyə bilərik. Mən hamının əvəzindən birinci növbədə Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Allah'tan ona dua eləyək ki, Allah onun canını sağ eləsin. Onun düzgün siyasəti nəticəsində müharibə tez bir zamanda qutardı, az itki ilə qutardı. İnşallah bir daha müharibə olmasın. Biz şəhid verməyək. Buradakı görürkən bütün cavanların ancaq toylarına yığışaq. Rəhmətə gedən hər bir şəhidin biri ölərsə mini dirirlər. Allah onların ruhunu şad eləsin. Yerləri cənnət donsuz da yenə də cənnət eləsin. Sağ olun, minnəttar. Allah rəhmət eləsin Allah. Ölənlərimizə rəhmət eləsin. Çok sağ olun, Allah hamınızı korusun. Bugün halı sevinçlidir ama biz daha sevinçliyiz, daha gururluyuz. Şəhidlərimizin nigaran ruhu sakitliyinə qovuşsun. Biz elimize, obamıza qayıtmışıq. Bu işi təşkil edənlərin hamısından Allah razı olsun. Minnətdarım, çox sağ olun. Çox sağ olun Hidayət müəllim. Allah sizə can sağlığı versin. Allah bu tədbirdə əziyyət olan hər bir kəsdən razı olsun. Hidayət müəllim, sizin həmişə şəhidlərə dəyər verirsiniz. Şəxsən mən Turala həmişə siz dəyər verib şeirlər yazmışsınız. Həmişə mən sizə duacıyam. Allah sizi qorusun. Allah bu tədbirdə də kimin əziyyəti var, Allah canı sağ eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sağ ol, sağ ol. Hoş gelmişik hamımız elimize, ovamıza. Bu işi təşkil edenler Allah canını sağ eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu qədər, mən çox inşallah. Ben bütün Veysəli cəmaatını salamlayıram. Ben çok şadam ki, hamı bugün bizim səsimizə səs verdi, yığıldılar, gəldilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Elimizin birliğini Allah bizim elimizden almasın. Allah Veysəli cəmaatına dayaq dursun. Onlar hamısı buradadılar. Mən Hidayət müəllim, bu işi mən başlatmışdım. Çox sevinirəm ki, bugün hamısı yanımdadır, hamınız yanımdasınız. Burada dəli kimi gəlib konsert verib gedəcəkdim yəni. Heç kəs gəlməsə də.
Yəni mən çox şadam ki, hamı burdadır. Bir olaq, fikir olaq, həmişə. Valla lap belə yeri gəlsə, desələr ki, falan işi görürük, orada bir 5 manat, 3 manat, heç kəs orada qiymamazlıq eləməsin. Hamı kömək eləsin. Kömək eləsin niyə? Çünki özümüzə eləyirik də, hamı gəldi Veysəlini gördü. Veysəlidə bizə qəbristanlıq bizə qalıb. Başqa hər yeri, yəni, nə bilim, kariyer, mariyer. Yəni, çox xahiş edirəm, hər işdə bizə kömək durun, su çəkək, nə bilim, gələn qonaqlara əyləşmək üçün bir setka quraq. Allah sizlərə dəyməsin ki, siz də yaxşı, çox gözəl iştirak elədiniz. Çox sağ olun. Allah şəhidlərimizə yenə də rəhmət eləsin. Var olun. Siz də sağ olun. Allah razı olsun. Sağ olun. Əlbəttə, şəhidlərimizin məkanları cənnət olsun, ruhları şad olsun. Əlbəttə, bu ideya ortaya çıxanda Elçin müəllim dediyi bir məsləhətləşdik. Yəni, bir məsələ vardı, bir narahatlıq vardı. Görəsən, el-oba səs verib, cəm ola biləcəyimi? Şükürlər olsun ki, bir daha göstərdik ki, biz el-oba olaraq cəm olmağı bacarırıq, hər bir işin ötəsindən gəlməyi bacarırıq. Düzdür, 5 il müddətində burada müəyyən işlər, dövlət səviyyəsində işlər aparılıbdır. Amma bizim qayıdışımız, bax o yolda duran o bir nəfər var orada, bizi elə salamlayır, yola salır. O gördü ki, bu kəndin sahibləri çoxdur. Gələndə gördü ki, bu kənd sahibsiz deyil və bu kəndin sahibləri öz kəndlərinə qayıdırlar. Allah hər birinizi var yesin. Bax, burada körpə balalarımız var. Bunlar gəldilər, elimizlə, obamızla, yurdumuzla, yuvamızla tanış oldular. Və bu yerdə, bu yurtda, bu yuvada əlbəttə onlar məskən salacaqlar, qrup yaradacaqlar. Artacağız, çoxalacağız. Bayaq dediyimiz kimi ocağımız daimi yanar olacaq, suyumuz daim axar olacaqdır. Xahiş edirəm, şəhid ailələrinin üzvləri də, mən bir məclisdə də gördüm, bəzən çəkinirlər, amma bəlkə də qol qaldırıb burada bir oynamaq elə o şəhidlərimizin ruhunun da şad olmasıdır. Mən elə qəbul edirəm. Ona görə xahiş edirəm ki, hər biriniz burada bir qol qaldırıb, bir məclisimizə bir ruh verəsiniz, güc verəsiniz. Buyurun. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan seni. Hatırlayarsan, hatırlayarsan, hatırlayarsan beni. Gedəndə cavandım, ayırdım yuvam. İndi huzuruna qoca gəlmişəm. Başım aşağı idi, dilimdə gödək. Qaldırıb başımı, uca gəlmişəm. Gəlmişəm, qoxlayam gözəl ətrini. Deyəm ki, tutmuşam əziz xətrini. Aç başım üstünə qayğı çətrini. Sanki ziyarətə haca gəlmişəm. Unutmaram heç vaxt ağrı acımı.
İtirmişəm neçə qardaş bacımı, oğullar qaytardı bu yurt tacımı. Mən şahlar şahıyam, taca gəlmişəm. Gedəndə cavandım, ayırdım yuvam. İndi huzuruna qoca gəlmişəm. Başım aşağı idi, dilimdə gödək. Qaldırıb başımı, uca gəlmişəm. Əzizlərimiz, bugünkü məclisimizdə qazilərimiz də iştirak edirlər. Mən əziz, hörmətli qazilərimizi meydana dəvət edirəm, mikrofona dəvət edirəm. Onların da ürək sözlərini, arzularını dinləyək, bir gözəl ifi ilə məclisimizi davam elətdirək. Buyursunlar. Siz də vətən yolunda, torpaq yolunda fədakarlıq göstərən oğullarımızdansınız. Mən bilmirəm orada kənarda kim qaldı, kim məclisə gəlmədi. Siz də onu dəvət edə bilərsiniz, çağıra bilərsiniz. Allah sizin hər birinizə can sağlığı versin. Allah hər birinizi var eləsin. Bu gözəl gündə, bu gözəl anlarda əlbəttə ki, biz o müqəddəs bəzarlarımızın, şəhidlərimizin, bir də siz qazilərimizin başına cəm olmuşuq. Yenə də sizin hər birinizə can sağlığı arzulayıram. Allah hər birinizə can sağlığı, gözəl günlər nəsib edəsin. Buyurun. Sen başla. Mən əvvəlcə bizim bugün yığışmamıza səbəbkar olan hər kəsə dərindən təşəkkürümü bildirirəm. Bizim burada yığılmamızın səbəbkarları olan bizim müqəddəs şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı diləyirəm. Onların sayəsində biz bugün bu uçuq sökük də olsa öz evimizə, yurdumuza gəlib çıxmışıq. Şair deyir ki, torpaqları, bayraqları bayraq yapan üstündəki alqandır. Torpaq əgər uğrunda ölən varsa vətəndir. Bugün bu torpaqlar, o evlər üstündə uçuq sökük olsa bizim vətənimizdir, torpağımızdır. Hamı bura qaça-qaça, sevinə-sevinə gəlib. Mən yenə bir də bu təşkilatçılıq elədiyinə görə bu işin təşkilatçılarına öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah canınızı sağ eləsin, Allah elimizi var eləsin. Hamı yumruğu bir yerə vursa, dağı yerindən oynadar. Dağı daşı yerindən oynadar yumruqlarımız. Allah hər kəsin canını sağ eləsin. Bu tədbiri təşkil edənlərin sağ olun, minnətdarlığımı bildirirəm. Sağ ol. Sağ ol. Söz verdiyinizə görə mən də deyirəm ki, bu təşkilatı yaradan Allah canı sağ eləsin. Bu insanlar Veysəlli cəmaatı hamısını yığıb bir yerə. Yenə şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. Çox sevinirəm ki, bugün mən Cəbrayıl torpağındayam, ayaq açıb oynayıram. Bir də yenə demək istəyirəm ki, vallahi bu dağlarda elə igidlər itirik ki, mən bayaqsa o şəhidlərin hamısı ilə mən dizən torpaqlarda döyüşmüşəm. İndi burada olmayanlar da var. Allah onlar da istəyərdim burada olsun, yoxdular. Allah onların da canı sağ eləsin. Veysəlli cəmaatın qazisi çoxu burada yoxdur. Yenə qardaş, Hidayət müəllim, sağ ol, bunu şəraiti yaradana təşəkkür edirəm. Çox gözəl təşəkkür iş görüblər. Yəni vallahi çox sevincim hüddüm yoxdur ki, bugün mən Cəbrayılda ayaq açıb oynayıram. Sağ olun, var olun. Yenə Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı. Bu işi də təşkil eləyənin Allah canı sağ eləsin. Sağ ol, Hidayət müəllim. Müəllim, çox sağ olun. Allah canınızı sağ eləsin. Bugünkü tədbiri də kim təşkil edib, kəndimizdən, elimizin, obamızın yaxşı olanları, Allah canları sağ eləsin, Allah ömrünü uzun eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin də canı sağ eləsin. Allah prezidentimizin canı sağ eləsin ki, bugünü bizə yaşatdı. Biz ürək açıqlığıyla gəlib gedirik torpağımıza. Yenə də gəlib gedəcəyik, yaxşı olacaq. Bu hələ harasıdır, yaxşı olacaq inşallah. Allah elimizi, obamızı var eləsin. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm.
bu tədbiri təşkil edən hər kəsin əziyyəti var. Allah canı sağ eləsin. Minnətdaram, təşəkkür edirəm. Bu kəndimizdə qaydırıq proqramı bəyənilsin. Həqiqətən də doğma elimizə, obamıza qayıdış üçün çox böyük zəmin yaradır. Belə işlərdə kənd cəmaəti indi də çox yaxşıdır, həmrəy olublar. Daha da çox yaxşı, güclü, həmrəy olmaq lazımdır. Elimizi, obamızı, torpağımızı sevməliyik. Bu işdə bu sevgini, bu sevinci bizə yaşadan şəhidlərimizə, Ali Baş Komandanımıza minnətdarlıq hissi bildiririk. Bu işlərdə hamı aktiv olmalıdır, hamı yumruğu bir yerə vurmalıdır ki, daha davamlı olsun, daha yaxşı, bundan da təmtəraqlı, davamlı olsun inşallah. Sağ olun, var olun, çox sağ olun. Zimistanın yazar kendini, güzel güne şey diken.
şiirdi. Vermeyecek dirdi. Ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan? Qəsd izin vermirəm torpaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Qaçdı getdi erməni alçaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Daha dilimiz sıxmasın artıq susun. Gedib dalında gizlənirdim Rusun. Zəhərləmə getdimi statusun. Ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan? Bəstəyirdin vermirəm torpaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Qaçdı getdi erməni alçaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Ne oldu Paşinyan? Ne oldu Paşinyan? Ay efre çıxıb danışır düşük kimi. Şeytan yıllarında bandit kimi. İlham əlim doğdu sənin kimi. Ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan? Qəsd izin vermirəm torpaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Qaçdı getdi erməni alçaqları. Ne oldu Paşinyan, ne oldu Paşinyan? Axırı var hər şeyin əvvəli kimi. Hərəkətin gəlir bizə gülməli kimi. Şuşada çıxıb oynayırdın dəli kimi. Ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan, ne oldu Paşinyan? Bəstəyirdin vermirəm Oh,